Əziz qonaqlar, bu kişinin başına bir dənə bir hadisə gəlibdi. Neçənci ildə? Hansını deyirsən? O kepezi vidadı Hə, 94-də. Görün nə tərəfdə, yəni özü danışsın, həm özün danış o haqqında qonaqlarımız da şahid olsun. Olduğu kimi də detalları ilə. İndi diqqətlə qulaq asın, görün bunun başına gəlir. Heç kepeziyə düşmüşdü. Bir lasını vidadı var. Əlinə boyutladı. Əlimdə bax belə də, elə bil üzünə şapalaq vuranda barmağı bu üzünə də satır da bax. Hesabını götür. Hə. Gəldi hamını düzüb sıraya. Buna nəsə narşen eləyib. Yox da, yox. O kaldor yoxdur kepezində. Getmişsən da Allah. Tanışdığın var. Hə. Ora düzdür. İndi gələnlərdən soruşur. Həm də bir də sutkasını öyrənir də. Görün vaxtı satsa indi. Sən nəsə gəlmişsən, bir deyə zapas təkər uğramışam. Bir deyə nə bilim, nə qarmışam, nə eləmişəm. Elə bil, belə cərgə ilə düzməyib. Elə bil, onunla danışır, məsələn, səni vurur. Sənlə danışanda bu bursunu vurur, bununla danışanda təzə səni vurur. Da bax elə, şahmatı gedir o. Şahmatı vurur. Nəysə gəldi, mənlə danışdı, bölümdəkilər lapı sıtdır, qapaz zakaznoyu özdə. Əmisi ol deyir, dayısı ol deyir. Vurdu, bölümdəkidən danışanda dedim ki, silah Astanovka mənəm də, silah Astanovka. Ma qapazı atanı yatdım aşağı, şilləsi boşa keçdi. İndi döyülənləri görürəm də, eləsi var ki, az qala əlində keçinə. Yatdım aşağı, mənim buramdan belə tutdu, dedi sənə ad deyilini deyəcəm. Sən də fikir verdi, məni zakaz götürdü də, arenda fason. And olsun Allaha, nətər qorxuramsa, istəyirəm ki, nəfəsimi alam, ürəyim partlasın, ölüm. Yəni özümü intihar eləmək, orada da kəndir yox, AstraZeneca yox, sözümü bir tokaza da verir. Ay qardaş, mən nağarım, neyim, ən yeki düşdü bir yerdə, oradan şefqadır, yəni qaçmağa xod yoxdur. Hara qaçır? Bəlkə də həmən vaxtı 20 iş almağa razı idi, o şilləni alır. Ay, mən nağarım, neyim, bax, Quran haqqı özümü öldürmək istəyirəm, imkan olsa öldürəsiyəm. Hələ mən bunları elə belə döyür, indi mənim də ad dilini döyəcəyim, bunu Allah bilir. 2 metr boyu var o dedi. Hələ çoxdur. Nəhəng adam da, nəhəng adam. Pensiyadadır. Belə Allah haqqı o Nigeriya bayıqlarına oxşayır, Qafqara belə. Elə təzə matərə çönəndə Allah ona qəni rəhmət eləsin. Ziyaddım vardı Şirvandan. Girdi içəri bildi. Bu niyə çıxartmısan qabağa? Dedi, buna ad dilini deyəcəm. Elədən də dedi, mənim yerimdir bu. Məni qoydu ora. Dedi, get qurban ol buna. And olsun Allaha, elə bir şey bilirsən, həmən o Ziyaddıma Moskvada ən bərk gedən bazarı müayidəyə verdi. Dedim Ziyaddın, Allah sənin balalarını sağlasın, elə bil mən tərzdən doğuldum da. İnan ki, and olsun Allah məni yün kimi sıfacaqdı. Bax, eləcənə... Hesabını götür. Xəyam kişi deyirmiş ki, Xəyam kişi, elə bir həmən vaxtı məndən mənə elə bir o şillə ilə vurmağa razı deyildim, amma aparıb məhkəmə qabağına çıxarsadılar. 70-dən bəri nə qədər oğruq işləri var, hamısının boynu var. Bir gün döyülməyim. Qol çəkim hamısını. Bütün şeylərin hamısını qol çəkəcəkmiş. 70-dən bəri üst açılmayan bütün oğruq cinayətlərin hamısını. İndi bir var, el adəti ilə döyüləsən, öbürləri. Bir də var ki, zakaz da, ad deyil döyüləsən. El adəti ilə zabaşı bir şey qapaz vuracaqdı, qutarı getdi. Amma ad deyil döyülmək, bu başqası. Nəysə, bu kişinin başına çox hadisələr gəlib. O vaxtda getdi Van Damın oğlunun sünnətində. Düzdür, Van Damı bizlə qohum elədi. Axırcı qohum elədi. Yəni tarixdə ilk dəfə Amerikaya gərək get-gəliş ola ki, tanışdıq. Sünnətə get, sünnətdən nə qədər çəkdi? Təzdən gəldim, qonaqlıqda yerinə oldu. Amma imtansız ki, yəni bax, Aeroport. Ona mən... Türküdə aeroport axıdır. Tükü çoxdur, aeroportum çoxdur. Bunda aeroport çoxdur. Neçə aeroportun var? 6 dənə. 6 dənə şəxsi aeroportu var. 4 dənə də helikopter plaşqası. Helikopter plaşqası, sonra çoxdur. tankerləri var, gəmiləri var. Amma Van Dam gəldi Qəbəliyə Vandam kəndinə. Oradan bura
mənim yanıma gəlmədi. İndi zəng eləyir, açmıram, ham deyir açdığını. Nəyə görə açmalıyım? Tamam, Mən açıb bura bax, bizdən buradan başqa gedib. Atlantik okeanında üz-üzə gedib, onun oğlunun sünnətinə gedirəm, o buradan bura gəlmədi. Cinayət işi var, onun əməlli başı. Hə, olmalıdır. Vanlama. Ha, həri. O Rusiyaya Amerikada qaçırdı. şey tutmadılar, o neger var idi. Bütün bu artistlərin başına oynasırlar. Hə, hə.